Salam, hörmətli izləyicilər. Bu günlərimə 12 nömrəli məktəbin dərnəyindəyik. Dərnəkdə iştirak edənlər az yaşlılardır. Bu qrupanın rəhbəri Əlidir. Əli, eşidirəm səni. Nə hazırlamısan oğlum? Mən biz belə kiçik şəhərcik qoymuşuq. Qoy icazə ver bir dəqiqə mən şəhərciyini göstərim. Çünki bunun üstündə bir aydan artıqdır işləyirsiniz. Aha. Yaxşı, aydındır. Buyur Əli. Biz bu şəhərciyin üzərində mən kompüterdə layihələşdirib, mən kopyasını buraya gətirmişik. Aha. Mən burada məsələn evlər var, balaca evlər var, mən qaraj var. Mən sonra burada yollar var, qatar yolu var. Mən burada da mən bu tünel kimidir, tünelin yarısı buradan keçir. İşığı yanır onun Əli. Bəli, yandı. Gözəl Əli, burada sənin zəhmətin böyükdür. Düz uşaqlarda köməkləyirikdir. Bu da həyatiyanı parkdır. Bələdiyyənin tikdiyi parkdır, yoxsa İcra Hakimiyyətinin tikdiyi parkdır? Kim tikirsə Allah dadına yetsin. Bizim balalarımız oynamaq üçün şərait yaratmışsınız. Əli, keçək Hüseyin yanına. Hüseyin, sən burada nə hazırlamısan evladım günlərimə? Mən burada istosi istiri çəkmişəm. Mən bu mətbəx bıçaqları itirəmək üçün yandım. Sən yaxşı, ehtiyatlı ol, əlini kəsərsən. Bir də yoxla görmüş deyir. Niyə onu knopkana eləməmişsiniz, əllə eləyirsiniz? Şərait yoxdur. Knopka olmadı. Olmaz, eyb yoxdur. Hüseyin, göstər, işlət görüm. Nə güclü işləyir sənin çarxı. Mətbəx çarxı hazırlamışsınız, demək bıçaqların itilənməsi üçün. Əla. Kənan bəy, sən necəsən balam? Sən bu işdə... 3 mərtəbəli ev tikilib. Yaxşı, əla. Malades, sağ olun. Yaxşı, buradakı qruplar. Əli, indi keçimsən bura. Bu da tamamlanma işləri ərəfəsindədir. Burada kimlər iştirak edir, kimlər kömək edir sənə? Mənim Hüseyin baladır, İlqardır, Süleymandır, mən bir də Emil. Emil çox bizə yardım edir. Bax, bu gördüyünüz sulu boyaları Emin bəy gətirib bizim üçün. Allah da adına yetsin. Kardonları da ki, təbiətə tullanan atıqlardır. Onları yığıb gətirmişsiniz, bunlar üzərində iş gedir. Əli, mənim sənin istedadına böyük hörmətim var. Maşallah olsun. Hər biriniz istedadlı uşaqlarsınız. Baxın, sizi görsünlər. Cəmiyyətimiz görsün. Əla. Allah verdi, sən nə iş görürsən burada? Bu evi hazırlayıb tamamlamışsınız. Amma burada bəzi yerlər yenə rəhlənməyibdir. Aha, YouTube'da... Burada da mən YouTube'da gördüyüm videoda bir maşın vardı. İndi mən bunun burasına maşını taxıb mən hərəkət etdirəm. Əla, xoşum gəldi. Hazırlayın, yekunda gələn dəfəm göstərərik. Sağ olun.